İşğaldan azad ərazilərə qayıdan sakinlərin məşğulluğu da daim diqqətdə saxlanılır. Bununla bağlı özünü məşğulluq proqramı çərçivəsində də kiçik ailə bizneslərinin yaradılmasına dəstək göstərilir. Bugün isə Ağdamda əmək yarmarkası təşkil edilib. İşğadanaların müxtəlif istiqamətlər üzrə vakansiyalar təqdim olunub. Ağdamda keçirilən əmək yarmarkasında müxtəlif fəaliyyət sahələrini təmsil edən 20 müəssisə iştirak edib. İştirakçılar işə götürənlərlə birbaşa ünsiyyət qurmaq, vakansiyalar barədə ətraflı məlumat almaq və müraciətlərini yerində təqdim etmək imkanı əldə ediblər. Mən müraciət etmişəm, düzdür, məndə biznes sahəsidir. Ona görə ki, elə bu sahə ilə də maraqladım. Əczaçılıq və satıcı kimi inşallah ki, uğurlu olar. İndiyədək işğaldan azad olunmuş ərazilərdə 39 əmək yarmarkası təşkil edilib. İşğaldan Ağdam şəhərindən gəlmişəm. Əmək yarmarkasında iştirak edirəm. Həm elə ümumi bir ab-havaya baxıram, həm də belə deyək də aləmiz böyükdür. Müəyyən bir belə işlərlə maraqlanıram. Bundan yanaşı Dövlət Məşğulluq Agentliyinin əməkdaşları tərəfindən vətəndaşlara aktiv məşğulluq proqramları, peşə hazırlığı kursları, özünü məşğulluq tədbirləri və digər məşğulluq layihələri barədə ətraflı məlumat verilib. Ağdam şəhərinin işğaldan azad olunmuş ərazilərində ilk böyük yarmarkamızdır və bu yarmarkada bugün 17 işə götürənimiz dəvət edilib, 6 dövlət, 11 özəl tərəfdaşımız olmaqla ümumilikdə 160-a yaxın vakansiya vətəndaşlarımız üçün elan edilmişdir və burada böyük həcmdə vətəndaşlarımızın aktivliyi müşahidə edilir və düşünürük ki, bu yarmarka vətəndaşlarımızın məşğulluğunun təmin edilməsinə ciddi bir dəstək mexanizmi olacaqdır. Elnur Tofiq, Elmin İsfəndiyarov, Pərviz Mustafayev, ASTV Xəbər.